Salam. Bugün biz yüksək riskli xəstələrdə döş xərçəngi skrininginə baxışımızı tamamilə dəyişə biləcək kritik bir mövzunu müzakirə edəcəyik. Söhbət mammografiyanın xüsusilə də BRCA gen mutasiyası daşıyanlar üçün həqiqətən də yetərli olub-olmamasından gedir. Gəlin görək, elmi sübutlar bizə nə deyir? Gəlin bir anlıq düşünək. Yüksək riskli xəstələrinizə təyin etdiyiniz o illik mammografiya onlara həqiqətən güvən verir, yoxsa bəlkə də fərqində olmadan onlara yalançı bir təhlükəsizlik hissi aşılayırıq? Bu, praktikamızda hər birimizin özünə verməli olduğu çox vacib bir sualdır. Baxın, bu rəqəm bizi çox ciddi düşündürməlidir, 75%. Bu, mammografiyanın BRCA1 ilə bağlı xərçəngləri aşkar etmə nisbətidir. Gəlin başqa cür ifadə edək. Demək olar ki, hər 4 xərçəngdən biri bu standart müayinə zamanı sadəcə olaraq gözdən qaçır və biz bilirik ki, bu, bir xəstənin taleyi üçün nə deməkdir. Yaxşı, bəs bu problemin kökündə nə dayanır? Niyə belə bir boşluq var? Cavab, genetik fərqliliklərdə gizlənir. Məlum olur ki, BRCA1 və BRCA2 mutasiyalarının törətdiyi şişlər mammografiyada özlərini tamamilə fərqli aparırlar. Gəlin bu fərqlərə daha yaxından baxaq. Bir tərəfdə BRCA1 var. Mammografiyada gizlənməyə meyillidir, aşkarlanma nisbəti cəmi 75-81% arasında dəyişir. Daha da pisi, bu şişlər adətən aqressiv gedişatlı, müalicəsi çətin olan üçlü neqativ tipdə olur. Digər tərəfdə isə BRCA2 var. Mammografiya onları demək olar ki, həmişə, yəni 89-100% hallarda görür. Səbəb? Çünki onlar çox vaxt DCS, yəni mammografiyanın asanlıqla aşkarladığı mikrokalsifikasiyalarla müşayiət olunan erkən mərhələ xərçəngi kimi başlayır. Bu qrafik, məncə, vəziyyəti çox aydın şəkildə ortaya qoyur. Soldakı iki sütun mammografiyanın BRCA1 75% və BRCA2 90% üçün effektivliyini göstərir. Fərq göz qabağındadır, amma əsl hekayə, əsl game changer, baxın bu üçüncü sütundadır. MRT hər iki mutasiya növü üçün xərçəngi inanılmaz dərəcədə yüksək, 99% dəqiqliklə aşkar edir. Bu fərq artıq sadəcə bir statistika deyil, bu bizim skrining yanaşmamızı kökündən dəyişməyimiz üçün bir çağırışdır. Yaxşı, bu necə olur? BRCA1 şişlərini mammografiya üçün bu qədər görünməz edən nədir? İndi gəlin bu skrining boşluğunun arxasındakı bioloji səbəblərə, yəni şişin öz xarakterinə nəzər salaq. Klinikada tez-tez istifadə etdiyimiz bir termin var, mammografik olaraq gizli və ya okult. Bu nə deməkdir? Çox sadə dildə desək, xərçəngin olması, amma mammogramda görünməməsi deməkdir. Və bu, adətən aparatın bir qüsuru deyil, problemin kökü şişin öz biologiyasındadır. BRCA şişlərinin mammografiyadan yayınmasının bir neçə əsas səbəbi var. Birincisi, bu şişlər çox sürətlə böyüyür, yəni iki müayinə arasında interval xərçəngi kimi peyda ola bilir. İkincisi, kənarları aldadıcı dərəcədə hamar və dairəvi olur, sanki xoşxassəli bir kistdir. Üçüncüsü, onlarda adətən mammografiyanın axtardığı o xəbərdar edici mikrokalsifikasiyalar olmur. Və nəhayət dördüncüsü, bu mutasiyanı daşıyan gənc qadınların döş toxuması adətən daha sıx olur ki, bu da onsuz da gizlənməyə meyilli olan şişin üzərinə sanki bir pərdə çəkir. Gəlin bu məqamı biraz da açaq. Radiologiyada bizə öyrədilən ilk şeylərdən biri nədir? Xərçəngin klassik əlaməti o tikanlı, qeyri-müntəzəm sərhədlərdir. Amma BRCA1 bu qaydanı pozur. Onun sərhədləri hamar, dairəvidir. Sanki ətraf toxumanı dağıtmaq əvəzinə sadəcə kənara itələyir. Bax, bu aldadıcı xoş xassəli görünüş təcrübəli radioloqları belə yanıltmağa qadirdir. Beləliklə, problemi və onun səbəblərini aydın şəkildə anladıq. Bəs həll yolu nədir? Sevindirici xəbər budur ki, artıq yanaşmamızı dəyişmək üçün kifayət qədər sübutumuz var və yeni klinik təlimatlar da məhz bunu tələb edir. Müasir protokol 3 sadə amma həyati prinsipə əsaslanır. Birincisi, erkən başlayın. Skriningə artıq 25 yaşından etibarən başlanılmalıdır. İkincisi, MRT-ni prioritetləşdirin. Artıq illik döş MRT-si əlavə bir seçim yox, əsas skrining vasitəsidir. Və üçüncüsü, bu iki metodu növbələşdirin. Hər 6 ayda bir MRT və mammografiyanı növbələşdirməklə biz hər hansı bir dəyişikliyi gözdən qaçırma riskini minimuma endiririk. Və bu, həqiqətən də praktikamız üçün böyük bir dəyişiklik deməkdir. Düşünün, bəzi yeni təlimatlar o dərəcədə irəli gedir ki, 40 yaşdan aşağı BRCA1 daşıyıcıları üçün mammografiyanın təxirə salınmasını tövsiyə edir. Məntiq çox sadədir. Əgər MRT onsuz da daha üstün bir aşkarlama təmin edirsə, niyə xəstəni minimal fayda üçün əlavə radiasiyaya məruz qoyaq ki? Baxın, bu sitat məncə bütün bu müzakirəni mükəmməl şəkildə yekunlaşdırır.
Biz artıq MRT-yə əlavə və ya ikinci seçim kimi baxa bilmərik. Yüksək riskli xəstələr üçün, xüsusilə də BRCA daşıyıcıları üçün maqnit rezonans tomoqrafiyası mamoqrafiyaya alternativ deyil, effektiv skrininqin təməl daşıdır. Bu paradigmanın dəyişməsidir. Gəlin söhbətimizi bir sualla bitirək ki, bu barədə düşünməyə davam edək. Bugün biz skriningi genetik mutasiyaya görə fərdiləşdirməkdən danışırıq. Bəs sabah? Texnologiya inkişaf etdikcə bəlkə də təkcə genə deyil, hər bir xəstənin unikal toxuma sıxlığına, hormonal statusuna, hətta şişin potensial bioloji davranışına uyğun tam fərdiləşdirilmiş skrining algoritmləri yarada biləcək. Bu, onkologiyanın həyəcan verici gələcəyi.